Gəlin sizə bir nəfərin iftar menyusu neçəyə başa gəlir onu göstərim. Deməli Green Parkda müştərilərə 6 cür salat, 6 növ sulu yemək, 7 növ əsas yemək və 2 cür içki təklif olunur. Yeməkdən öncə su və xurma ilə iftarınızı açırsınız. Daha sonra hər kateqoriyadan birini seçirsiniz. Məsələn, suplardan xarço, əsas yemək kimi düyü ilə toyuq langeti, yanında vişnəli pomidor salatı, kompotu, çörəyi də öz yerində. Amma bununla da bitmir. Supu, salatı, kompotu, ana yeməyi, çörək də daxil, axırda çayla şirniyyat da var. Hamısı biri 15 manat, bir nəfər 15 manat. Hazırda əksər restoranların iftar menyularına baxanda məncə insaflı qiymətdir. Biz suplardan xarço, göbələk supu, toyuq supu, düyü ilə toyuq straqanov və digər yeməklərin dadına baxdıq. Ümumiyyətlə adamın üstə Allah var, yeməklər əlaydı. Məkanın ətlə bağlı problemi yoxdur. Buna niyə straqanov deyirlər, bilən var? Green Park olduqca sakit və səviyyəli məkandır. Kabinetləri və zalı var. Parking üçün şəraiti də var. Qaraçuxurda parkın içində yerləşir. Dostlar, göz haqqınızı halal eləyin. Allah orucunuzu və etdiyiniz duaları qəbul eləsin.